Finalda hansı komandalar olmalı? Belə bir inan fikrim yoxdur, düşüncəm yoxdur. Sadəcə bir onu bilirəm ki, finalda nəticəyə alışıb yanan bir rəqib olacaq və ya Neftçi, ya Sabah. Çünki böyük ehtimal Avrokuboklarda iştirak etmək şansı o oyundan asılı olacaq. Ona görə mənə gəlir ki, bizi çox bərk, çox ağıllı bir oyun gözləyəcək. Çünki rəqib istənilən rəqib bizə qarşı bəlkə də elə bütün, hətta indidən sonra olan hazırlıqlarını bəlkə də elə bizə qarşı quracaqlar. Buna görə hələ vaxt var, amma hər iki komandaya uğurlar arzulayıram və hər ikisi öz komandamızdır və hər ikisinin də istərdim ki, Avrokuboklarda iştirak eləsinlər. Çünki hər iki komanda böyük sərmayə qoyub, həm ümumiyyətcə futbolçuların inkişafı üçün, həm idarə heyətləri, həm ümumiyyətcə məşqçilər, futbolçular. Çünki yəni nümunə olaraq bu iki komandanın strukturasını biz göstərə bilərik. İstənilən kluba, istənilən hətta ölkə xaricindəki klublara. Çünki işlərini hər iki komanda əvvəlcədən həmən nəticəyə yox, yəni onun daha nətli olması üçün struktura sərmayə yatırıblar. Həm Neftçinin çox gözəl, çox geniş bazası, yəni məşqləri orada da açılış bilməm nə vaxt olacaq. O cümlədən Sabah bildiyimiz qədər Şuvalanda da deyilmi? Yəni oranı götürüblər və futbolçular üçün çox yaxşı bir şərait yaradırlar. Bundan belə çox davamiyyətli klublara qarşı gəlir, davamiyyətli bir klublara qarşı bizi oyun gözləyir. Ona görə çox istərdim hər iki komanda kuboklarda iştirak eləsin, amma yəni biz də kuboku əldə eləmək istəyirik. Əgər biz finala kimi gəlmişiksə, o əziyyət çəkmişiksə, bizim də finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq və inşallah istərdim ki, futbolçularımın titul sayları daha da artsın və medalları boğazlarından assınlar. Çünki bu futbol rəqabətdir, futbol ömrü qısadır. Hansı ki, istərdim ki, onlar daha da belə oyunlarda, hansı ki, final oyunlarında böyüyürlər ki, ondan lazımınca maksimum istifadə eləsinlər.